Salam əziz insanlar, Həqiqətin Özü adlı kanala xoş gəldiniz. Bu dəfə sizinlə müqəddəslər nədir, müqəddəs olmaq nə deməkdir, bu haqda danışacağıq. Bildiyiniz kimi, bütün orta əsr kitabları fərqi yoxdur. Müqəddəs kitablar olsun, dini kitablar olsun və yaxud da ki, bir dinə aid olan kitablar olsun, yaxud da digər dinlərə aid olan kitablar olsun, hamısı Allahın tərifi ilə başlayır. Hamısı Allaha bir tərif yağdırır. Hamısı Allahı yad edir. Ona görə də biz də bu söhbəti Allahı yad edərək, Allaha dua oxuyaraq başlayacağıq. Ümid edirəm ki, Allah Taala bizə, yaxud da ki, mənə, sizlərə gözəl və lazımlı olan məlumatı çatdırmağa köməklik edəcək. İnşallah, amin. Siz də Allahın köməkliyi ilə qəlbinizi açıb, mənim nə demək istədiyimi dinləyə bilərsiniz, biləcəksiniz, mənimsəyə biləcəksiniz və eşidə biləcəksiniz. Deməli, belə bir hekayəni danışım sizə. Söhbət 13-cü əsrdən gedir. 13-cü əsrdə Serbiyada böyük bir çaxnaşma yaşanılırdı və bir kral var idi. Adı dəqiq yadımda qalmayıb. Bu kralın 4 qardaşı var idi. Bu 4 qardaş nə elədi? Bu 4 qardaş krallığı birləşdirməyə çalışırdı. Və qərara gəldilər ki, biz nə edək? Biz vuruşaq bir-birimizdən, görək kim qalib gələcək, o da krallığı birləşdirəcək. Qardaşlardan biri bununla razı olmurdu. Çox tərbiyəli, mənəviyyatlı, dürüst bir insan idi. Və digər qardaşları ilə mübarizəyə girdi. Onları ram elədi. Onlar üzərində zəfər çaldı, qələbə qazandı və Serbiyanı birləşdirdi. Kiçik Serbiya krallığını birləşdirib ona digər torpaqları əlavə edəndən sonra yaranmış dini, əxlaqi problemləri aradan qaldırandan sonra o dinlə məşğul olmağa başladı. Yəni Allaha daha yaxın olmaq istədi. Və bütün bu səhnəni görən onun 17 yaşlı oğlu var idi. Onun 17 yaşlı oğlu şəhzadə idi və oğlu qərara gəldi ki, mən çıxıb gedəcəm bu dünyadan və özümü Allaha həsr eləyəcəm. Günlərin bir günü 17 yaşı tamam olanda tamamilə o qərara gəldi ki, mən gizlincə qaçıb gedəcəm evimdən və Afon monastırına doğru yönləndirdi öz addımlarını. Və getdi, çıxdı Afon monastırına, atası generalı yolladı onun dalıyca, o da tez bazar saçlarını kəstirdi və paltarını verdi generala. Generala dedi ki, atama denən ki, məni burada, bu dünyada artıq tapa bilməyəcəksiniz. Mən öz həyatımı Allaha təslim edirəm. Beləcə nə baş verdi? Günlər keçdi, aylar keçdi. Həmin bu insan müəyyən praktikalar edirdi. Afondakı bildiyiniz kimi Yunanistana yaxın ərazidə yerləşən bir adadır. Orada qədim zamanlardan bəri insanlar birinci Apollon məbədləri tikirdilər. Sonra Afon adlı bir tanrının məbədini tikirdilər. Ondan sonra isə yenicə gəlmiş xristianlar ora gedib orada özləri üçün yuva tapırdılar. Ki, bax bu şam necə rahatçılıqla yanırsa, bu balaca bir belə mühitdə
gözəl bir mühitdə. Mənim nəfəsim onu söndürməyənə qədər ona maneəçilik törədir mənim nəfəsim. Eləcə də bu insan digərləri necə ki qədim zamanlardan bəri o Afon adasında olan monastırlarda ruhən böyüyürdüsə, çiçəklənirdisə, Allaha can atırdısa, bu insan da elə həmin o işlərlə məşğul idi. O səhralarda, kiçik-kiçik dağlarda, nə bilim, balaca-balaca otaqlarda, balaca evlərin içində özünü Allaha həsr etmiş, Allaha yaxın olmağa çalışan insanlarla rastlaşırdı. Və beləcə ruhani bilikləri, ruhani savadı, Allaha yaxınlaşması, həqiqəti dərk etməsi get-gedə artırdı. Eyni şeydə, məsələn, indiki hal dövrümüzdə şeydə yaşanılır. Gürcüstanda, orada da dağlarda çoxlu sayda qadınlar, kişilər müəyyən dağlarda, kelyalarda balaca-balaca məskənlər salıb orada özlərini duaya, praktikaya, meditasiyalara sövq edirlər və həyatlarını Allaha can atmağa həsr edirlər. Deməli, bu insanın atası qocalır. Dövləti qurdu, oğulları var, qocalır və onun da oğul da deyir ki, ay ata, gəl bura. Ata da deyir ki, oğul, gəl bura. Məktublaşırlar bir-biri ilə. Ata oğula qızıl göndərir, başa düşür ki, o qızıl onsuz da kilsələr tikməyə, monastırlar tikməyə, bu rahiblərə, monahlara köməklik eləmək üçün xərcləyəcək, özünə işini saxlamayacaq. Bunu çox yaxşı bilir. Və oğul da ona yazır ki, ata, mən sənin yanına gələ bilmərəm, amma sən mənim yanıma gəlməsən, sən o biri dünyanı görməyəcəksən. Deməli, 40 il hakimiyyətdə olan böyük problemlərdən keçmiş bir insan nə edir? Qərara gəlir ki, o gedəcək oğlunun yanına, hakimiyyəti saxlayacaq böyük oğluna və gedəcək oğlunun yanında öz qalan illərini keçirəcək və həyatını bütövlüklə Allaha sərf eləyəcək, həsr eləyəcək yəni. Eləcə bu kral gedir oğlunun yanına, oğluyla bir yerdə yenidən böyük səyahətlər edirlər, ata o vəfat eləyir, orada oğlu onun üçün dua eləyir və böyük şeylər yaranır. Gözəl hadisələr baş verir. Ondan sonra neçə hadisələr baş verir və elə olur ki, həmin bu müqəddəs, həmin o müqəddəsin adı Savvadır, Serbiyalı Savva. Serbiyalı Savva dəfn edilir Serbiyada, Afon dağından, Yunanistandan gətirilir onun həmin o cəsədi Serbiya orada dəfn edilir. Türklər oranı zəbt edirlər və görürlər ki, hətta müsəlmanlar belə bu müqəddəsin yanına gedib onun ruhundan qidalanırlar və sanki bədənlərindəki xəstəliklər gedir. Ona görə həmçinin inqilablar baş verir Serbiyada. Ona görə 1595-ci ildə bir Osmanlı sultanı qərara gəlir ki, həmin bu insanın cəsədini bütövlüklə yandırsın. Onun cəsədini yandırırlar və o rəhmətə gedir. Yəni ölür. Ölmüş də artıq, yəni bütövlüklə yandırırlar, yəni yoxa çıxır. Ümumiyyətlə insanlar ta qədim zamanlardan düşünürdülər ki, bu Karamazov qardaşlarında da var. Alyosha məsələn, əgər Fyodor Dostoyevskinin Karamazov qardaşları əsərini oxumamısınızsa, oxumağınızı məsləhət görürəm. Ümumiyyətlə onun əsərində də Alyosha görür ki, onun müəllimi belə deyəydi, baş kahin, dostu, sirdaşı, ruhani müəllimi Zosima ata ölür, o gözləyir ki, bir möcüzə baş versin. Çünki ta qədim zamanlardan inanırdılar ki, müqəddəs insanlar möcüzəvi işlər görən adamlardır. Yəni sən möcüzələr olursa, kimsə sənin yanında sağalırsa, kimsə müalicə eləyə bilirsənsə, enerji ötürə bilirsənsə və s. və s. Nə bilim, havada uça bilirsənsə, fərqli şeylər eləyə bilirsənsə, hər dində, hər məzhəbdə, hər mistikada, hər cərəyanda ki, sən həqiqətən əsl müqəddəssən. Əgər sənin belə bir bacarıqların yoxdur, sən müqəddəs insan, müqəddəs varlıq, Allaha çatan birisi
kimi hesab edilmirsən, çünki sənin təsdiqin yoxdur. Təsdiq nədir? Sənin eləyə biləcəyin möcüzələrdir və bu möcüzələri digər insanların qeyd etməsidir, öz gözləri ilə görməsidir, hiss etməsidir, anlamasıdır. Ya sən gələcəyi görməlisən, ya sən su ilə gəzməlisən, ya sən insanların fikirlərini oxumağı bacarmalısan və s. və s. Bu tipajda sənin bir bacarıqların ortaya çıxmalıdır ki, ruhani həyatda, ruhani ömürdə sərf etdiyin illər digər tərəfindən elə bil boş-boşuna getməmiş hesab edilsin. Anlayırsınızmı bunu? Deməli, burada nə baş verir? Alyoşa gəlir, görür ki, onun xristianlıqda belə bir şey var ki, yəni müqəddəs birisi ölürsə, onun bədəninə pislik gəlməməlidir. Məsələn, müqəddəs Savvanın bədənindən pis iyi gəlmirdi. Ümumiyyətlə belə hesab edilirdi. Onları monastırlarda, nə bilim, çoxu məsələn Pskov şəhərində məsələn müqəddəsləri Estoniyaya yaxın yerdə yerləşir. Pskov şəhəri, orada da monastır var. Orada böyük mağaralar var, labirintlər kimi. Orada bastırıblar insanları və pis iyi gəlmir orada. Yəni cəsədlərdən, meyidlərdən pis iyi gəlmir. O da elə düşünürdü, amma gördü ki, bu iyi verməyə başlayır və gənc insan inamını itirməyə başladı. Müqəddəs Savva çıxıb müqəddəsliyə addım atanda, o yolla getməyə başlayanda onun cəmi 17 yaşı var idi. O artıq 17 yaşında anlamışdı ki, bu dünyanın anlamı yoxdur. Bu dünya mənə bir şey verməyəcək. Bu dünya istəkləri, dünya arzuları, dünya həvəsləri mənə bir şey verməyəcək. Eləcə də Alyoşa da bunu anlamışdı. Amma o orada inamını itirdi. Həmçinin də müqəddəs Savva görürdü ki, çoxlu sayda insanlar gelir, tək başına oturur, dua edir. Bu Misirdən gəlir. Misirdə məsələn xristianlar səhralarda gedirdilər. Sufizm də bundan çox bir şey götürüb. Səhralarda dua edirdilər, praktika edirdilər. Amma orada başa salırdılar ki, sən cavansan və düşünürsən ki, bəli, onlar gözəl işlər görürlər. Burada mənə insanlar maneəçilik edir praktika eləməyə monastırlarda. Amma mən səhrada gedəcəm, özüm tək başına praktikalar eləyəcəm və hər şey əla olacaq, gözəl olacaq. Amma o bizə başa salır ki, o ona müqəddəs Savvaya başa salır ki, onun müəllimi ki, bax, sən hələ 17 yaşındasan, sən hələ o qədər güclü deyilsən ki, gedəsən tək başına dünyanın kralı, yəni iblis dediyimiz bir varlıqla, şeytanlarla mübarizə aparasan. Deyir, o insanlar öyrəşiblər buna, illəri mübarizədə keçib. Sən hələ cavansan. Ona görə icazə verilir ki, yalnız 30 yaşdan sonra insan həm öyrədə bilər 30 yaşdan sonra. Bu sufizmdə də belədir. 30 yaşdan sonra sən həm öyrədə bilərsən, həm də ki, tək başına gedib hansısa səhrada və yaxud da ki, hansısa monastırda tək başına praktikalar eləyə bilərsən. O vaxta qədər sən eləməlisən, yalnız özünlə eləyə bilərsən bu praktikanı. Yəni, digər insanlarla özünlə eləyə bilmərsən. Digər insanlar sənin yanında mütləqdir. Başa düşdünüz? Yəni, müqəddəsliyə gedən yol, bax, belə bir yoldur. Çətin və addımları daha da zamanla çətinləşən bir yoldur. Ona görə deyir ki, sən bu vaxta qədər insanlarla bir yerdə, monastırda o praktikalar eləməlisən. Sufizmdə tekkiyələr var idi, məzhəblər var idi, insanlar ayrıca girirdi, praktikalarını eləyirdi, bir yerdə praktika ilə məşğul olurdular. Məsələn, ustad otururdu, yanında digər insanlar otururdu, hamısı bir yerdə zikr eləyirdilər, zikr prosesində idilər, enerjiləri bir-birini ötürülürdü, ustad onların təmizlənməsinə köməklik edirdi. Georgi Gurjev, Ermənistanda yaşayan Yunanlı, Qarabağ tərəfdə yaşayırdı, o tərəflərdə. O, özü xristiyan olsa da getdi Məkkəyə 19-cu əsrin sonlarında gizlin yollarla oraya daxil oldu və ona orada başa ki, İslam dininin gözəl sirlərini anlasın, onun sirlərini ortaya çıxarsın. Ona da orada qayıdıb dedilər ki, sən bura gəlməməlisən. İslam dini artıq burada mövcud deyil. O da dedi, mən hara getməliyəm? Ona qayıdıb dedilər ki, sən getməlisən Orta Asiya, yəni Qazaxıstandır, Özbəkistandır, Nəqşbəndiyə,
ordeni məsələn orada mövcuddur. Malamatiya ordeni orada mövcuddur. Yəni oradan gedib sən İslam dininin, sufizmin ən gözəl sirlərinə sahib ola bilərsən. Oradan çox şeyləri mənimsəyib öyrənə bilərsən. Eləcə də məsələn mən belə bir şeydə toxunum ki, məsələn bu kanalda Tibet haqqında Tibetli müdrik müqəddəsə çevrilmiş, amma əvvəl fal ilə, cadu piti ilə məşğul olan Milarepa haqqında bir video paylaşmışdım. Milarepada müəyyən güclərə sahib olandan sonra, praktikalar eləyəndən sonra, təmizlənəndən sonra, o axı cadugar idi. Cadugarı da təmizləmək üçün cadugar müəyyən güclərə sahib olanda cadugar o artıq iblisin tələsindədir və təmizlənmək üçün onun müəllimi Marpa. Marpa da Naropanın, altı yoganı yaradan Naropanın tələbəsi idi. Marpa onu çox böyük zülümlərdən, əzablardan, dərdlərdən keçirtdi ki, onun bax bu iblislər onu tərk eləsin. Hətta o ondan sonra illərlə meditativ praktikalarla Himalay dağlarında məşğul olurdu və super bacarıqlara da nail olmuşdu. Artıq hara gedirdisə iblislərlə tək başına mübarizə aparırdı. Eyni şeydə deyim ki, bax bu müqəddəsliyi çox insan, mariflənmə dövründə çox insanlar, Jean-Jacques Rousseau və digərləri tənqid edir. Amma ruhani tərəfdən bir çox insan onları tənqid etmirdi. Onları tənqid edən yazarlardan biri Lev Tolstoydu. O İvan İliçin ölmə əsərində onu tənqid edib, bu ruhaniliyi oxumaq istəyən oxuya bilər və ən gözəl əsərlərindən biri hesab etdiyim Ata Sergi əsərində də onu ruhaniliyi tənqid edir. Yəni başa salır ki, həmin bu insan, onun Allaha can atması, Allaha doğru getməsi, hamısı egoizmdən bəhrələnirdi. Yəni insan birinci general olmağa çalışırdı, gördü alınmadı, ondan sonra xəyanət elədilər ona, müəyyən proseslər baş verir əsərdə. Sonra gəlir, deyir ki, yox, mən Allaha can atacağım və illərini Allaha həsr edir. Hər dəfə məsələn gəlir onun yanına bir qadın şəhvətdən qorunmaq üçün o nə edir? Barmağını kəsir və beləcə səda yayılır ki, bu insan müqəddəsdir. Başlayır, nə bilim, yalandan kiməsə əlini vurur, heç nə eləmir. İnsanlar sağalır və günlərin bir günü bir xəstə qız gəlir yanına, əlini ona vurur və içində illərlə boğduğu şəhvət ortaya çıxır və o qızla cinsi əlaqədə olur, xəstə qızla, və qaçır gedir. Öz əlbisəsini də, paltarını da, hər bir şeyini də çıxardır, atır, deyir ki, mən artıq nə ruhaniyəm, nə bir kəsəm və gedir. Yadına düşür ki, balacalıqda belə bir qız var idi, onunla məzələnirdilər. Gedir o qızın yanına, o artıq qoca bir qadındır. Görür ki, qadın da bunu tanıdı. Görür ki, qadının uşağı var, qadın nəvələrinə baxır, qızına baxır, qızın əri piyanistkadır, araq içir, iş görmür, amma qadın ora gedir, buna köməklik eləyir, ona köməklik eləyir, ona köməklik eləyir. Öz canını fəda eləyir, enerjisini verir bütün bu insanlara, nəvələrinə, qızının ərinə, qızına. Və onda Kasatkindir, deyəsən, baş qəhrəmanıdır. O başa düşür ki, bax, müqəddəs bu insandır, bu qadındır müqəddəs. Mən rahib ola, manastırda yaşaya, mən kimlərə köməklik elədim? Nə köməkliyimdə idi insanlara? Kimlərə nə elədim mən? Heç nə. Amma bu qadın Allahdan xəbəri olmaya, mənə deyir ki, mən kilsəyə gedə bilmirəm, Allaha dua eləyə bilmirəm, amma ömrünü insanlara qulluq eləməyə, insanları sevməyə həsr edir. Deməli, o Allaha daha yaxındır. Başa düşürsünüz? Yəni, həyatımızda, adi həyatımızda ola bilər, dini praktikaları etməyən insanlar var, amma hər kəsə köməklik edirlər, sevirlər, səmimi qəlbdən yanaşırlar, seviyi göstərirlər, alicənabdırlar, tərbiyəlidirlər, səbirlidirlər, təvazökardılar, nizam-intizamlıdırlar, özləri üzərində işləyirlər, özlərinə qalib gəlməyə çalışırlar. Bu insanlara biz müqəddəs deyə bilərik və müqəddəs o kəslər deyil ki, müəyyən bacarıqlara sahibdirlər, müəyyən şeyləri eləyə bilirlər. Müqəddəs o kəslərdir ki, müqəddəslər deyirdi, insanlara yaxşılıq elə, amma bu haqda düşünmə və
Məsələn, günəş kimi ol. Bəzi insanlar deyir ki, məsələn, niyə Fəridəddin Əttar başa salır ki, əvvəllər insanlar Quranı oxuyurdular, əzbərləyirdilər. Qəlbləri işləyirdi. Deyir, ondan sonra qəlbləri ancaq əzbərləməyə davam elədilər, qəlb işləmədi, ağılla işləyirlər. Deyir, ona görə mən Mantiqut Tayr, Quşların Söhbəti və Müqəddəslərin Həyatı adlı bir kitabı yazdım. Ondan sonra Fəridəddin Əttar da gedir, gəlir, çıxır ortaya, Cəlaləddin Rumi, eşq pərvanəsi, sevgi, məhəbbət şairi, Allaha olan eşqdən danışan bir şair, bir müqəddəs, bir müdrik, bir mistik, bir sufi. Bax, bunun kimi. Həmin o şeydən danışır. Neydi onun adı? Kəpənək. Kəpənək gəlir alovun yanına, biri yanır, qayıdır, o biri yanır, qayıdır, o biri isə atılır onun içinə və yox olur onun içində. O neynədi? O Məsnəviyya mənəvi kitabını yaratdı. Çünki anladı ki, insanlar artıq Quranı, nə də ki, digər kitabları qəlbləri ilə hiss eləmir. Bax, bu sağ tərəfdə bizim ruhani qəlbimiz var, bu isə fiziki qəlbimizdir. Hiss eləmirlər. Quran hər zaman nə deyir? Qəlbiniz oyaq olmalıdır. Qəlbiniz kördür sizin, qəlbiniz daşlaşıb. Anlayırsınızmı? Məsələn, 26-cı surəni oxuya bilərsiniz. Şairlər surəsi deyəsin. Bax, beləcə müqəddəslər haqqında biz bir çox bilgiyə sahib oluruq və düşünürük ki, müqəddəslər qeyri-adi insanlardır. Ta qədim zamanlardan bu tərəfə müqəddəslər təbii ki, çox möcüzələr törədib, möcüzə işlər görüblər, möcüzələrin dalıcı möcüzələr olub. Amma əsas məsələ ondadır ki, müqəddəs insan bizim dövrümüzdə kimdir? Bizim dövrümüzdə müqəddəs insan sadəcə rol oynayan insandır. Müqəddəsliyə can atan hacılardır, YouTube'dan gördüyümüz koçlardır, filosoflardır, müxtəlif bilikləri bizə sırmağa çalışan, maddiyyat tərəfimizi qıcıqlandıran, qaşındıran və bizi maddiyyata can attıran, bizə qeyri-kamili fəlsəfəsini yeridib, uğur dalıcı qaçmağımızı bizdən tələb eləyən insanlardır bugünün müdrikləri və müqəddəsləri. Amma onlar əsl müqəddəs deyirlər. Əsl müqəddəs enerji ötürəndir. Əsl müqəddəs olmaq üçün siz özünüz biraz içinizdə müqəddəs olmalısınız. Həqiqəti tanımaq üçün ruhani həqiqəti biraz da olsa dərk edən insanı tanımaq üçün siz özünüz içinizdə onu tanımalısınız. Çünki o sizin içinizdə olan, o müqəddəs insan sizin içinizdə olan məhəbbəti, gözəlliyi, sevgini, mərhəməti, bax, bu işığı əks etdirir. Çünki o sizin içinizdədir ona görə. Necə ki, bütün dünya, yaranmış olan hər şey sizin içinizdədir. Bir müqəddəsin dediyi kimi, ali həqiqəti dərk etmiş birisinin dediyi kimi, sən nəsənsə o, var olmaqdan, yox olmaqdan, həyatdan, ölümdən, varlıqdan, yoxluqdan azaddır. Sən nəsənsə o, hər bir ikilikdən azaddır. Məsələn, sən nəsənsə, onun üçün belə bir sual yoxdur. Mən varam ya yoxam, mən var olmalıyam ya yox olmalıyam. Mən yox ola bilərəm, yoxsa var ola bilərəm. Sən nəsənsə, əsilsən, sənin içində. Yəni, bu tərtəmiz şuur. O nə var olmağa çalışır, nə də yox olmağa çalışır. Yəni, onun üçün belə bir sual da yoxdur. Sual belə yaranmır ki, mən varam ya yoxam. O, özü haqqında heç nə bilmir və bilməyəcəkdir. O özünü tanımır. Onun özünü tanımamağı, onun cahilliyi müqəddəsdir. Həyatın bizə qarşı biganə olması, kainatın müqəddəs biganəliyi deyirəm mən buna. Bu özü bir müqəddəslikdir. Kainatın müqəddəs biganəliyi, kainat bizə qarşı öz biganəliyində müqəddəsdir və bizə qarşı mərhəmətini göstərir beləcə. Heç kəsi seçmir, fərqindəlik qoymur. Ölüm, olum arasında Hamletin, Shakespeare'in Hamleti kimi seçim eləmir. Siz
Nəsizsə, o var olmaqdan və yox olmaqdan, yoxluqdan və varlıqdan azaddır. Anlayırsınızmı? İçimizə gedib özümüzü dərk eləməliyik və öz içimizdə əsl müqəddəsi aşkarlamalıyıq. Biz kimik? Biz nəyik, nəçiyik? Mən dəfələrlə qeyd eləmişəm ki, siz bədən deyilsiniz. Siz bədən içində ola da bilməzsiniz. Bəs bu bədən necə yarandı? Hə? Bu bədən yaranmayıb heç. Necə ki, kainat, universal mövcudluq belə yaranmayıb. Zaman nədir? Zaman yoxdur. Məkan nədir? Məkan yoxdur. Bəs nə var? Sadəcə öz içindən çıxmış və öz içinə dalan indiki an və bütövlüyün özünü bütövlükdə dərk etməsi. Bundan başqa, bu müqəddəslikdən başqa bir şey yoxdur və onun özü də yoxdur. Başa düşdünüz? İndi həmin o sualı vermək istəyirəm. Zen budizmə aid olan sualı. Bax, bu şam yanır, düzdür? Bu şam yanır. Bəs bu şamın işığı indi hardadır? Və sönəndən sonra bu şamın işığı hara gedəcək? Hə? Haralara gedəcək, bax bu şamın işığı. Bu şamın işığı haralara gedəcək? Bizə nəyi deyəcək? Nə haqda danışacaq bizə bu şamın işığı? O hardaydı? O mövcud idi mi? Var idi mi? Görürsünüz, o işıq saçır. Hanı onun ışığı? Siz onun ışığını öz içinizdə görürsünüz. O sizi əks etdirir. O həm işıq saçır, həm istilik verir. Bax elə soruşurlar ki, Allah hardadır? Bax elə, Allah buradadır. Allah buradadır elə. Bu işığı saçır. Bu işıq onun enerjisidir. Onun hər yerə yaydığı universal şuurundan çıxartdığı möhtəşəm bir enerjisidir. Ona görə gəlin bir yerdə yenidən dua eləyək, Allahı yad eləyək. İnşallah etdiyimiz dualarımız bizim təmizlənməyimizə köməklik eləyəcək. Mən bayaqdan bu işığı seyr edirəm və bu işığın içində bütün müqəddəslərin işığı var. Bu işığın, bu favor işığıdır. Əvvəli olmayan, yaranmayan bir işıqdır. Necə ki, Nur surəsində deyildiyi kimi, onun alovu heç bir yerdən gəlməyib. Bu ləmpənin içindəki alovun mənbəyi yoxdur. 112-ci İxlas surəsi. O nə doğub, nə doğulub. Deməli, mənən təmizləniriksə, qəlbimizi kinlə, nifrətdən, bu dünyaya bağlılıqdan, dünya adlı qüssə, kədərdən təmizləyiriksə, deməli, biz iblisdən də uzaqlaşırıq, çirkabdan da uzaqlaşırıq. Özümüzü dəyişdiririksə, güclü olmağa yox, təmiz olmağa, güc sahibi, ağıl, zəka sahibi olmağa yox, ürək, sevgi sahibi olmağa çalışırıqsa, biz iblisə qalib gəlirik. Bir çox insan şəhvətinə, ehtirasına belə qalib gələ bilmir. Kim olduğunu belə anlamır. Öz içinə gedib, mən kiməm sualını vermir, verə də bilmir və bu işığa baxıb, onun gözəlliyinin fərqinə vara bilmir. Beləcə, bizim reallığımız beləcə hülyalardan, illüziyalardan yarandı. İndi isə gəlin bu şamı söndürək və onun işığının hara getdiyi sualının cavabını öz içimizdə tapaq. Bax,
Həqiqəti dərk etmiş insan bax bu duman kimi bir şeydir. O söndü, o yoxa çıxdı, o mövcud deyil. Ruhani yolun sonu ölümdür, nəfsin ölümü. Bax bu sönmüş nəfsdir, nəfs söndü, külü qaldı. Bu qədər. Özünüzü dərk edin.